Bu məhsuldan biz satırıq. Yəni bunu bilirik zaten. C modelidir. Monoblock 24'lüyü var, 27'liyi var. Özəlliyi nədir? Wi-Fi 7'si var, Bluetooth 5.2, hətta bəzi modeldə 5.4 varıdır. QHD dəstəkləyir. Yəni bu da nadir monoblocklarda var. 120 Hz dəstəkləyir. Doğrudur. Bunun özəlliyi nədir? Bu OLED monitordur, organic LED monitordur. Bunun yüksək tezliyi verir. 280 Hz, yəni nadir monitorlar verir bu tezliyi. Yəni yüksək tezlik nə verir? O yəni görüntü yayılmır da. Plus WQHD verir, yəni white. Bundan başqa çox zəngin rəng çaları verir. Wow, DCI P3 99%. Yəni rəngin 99%. Delta 2, yəni real həyata yaxın rəng. Yaxın rəng və bunun niti də yuxarıdır. Yəni işıqlığı, kontrastda oxşar bir şeydir. Bu daha çox işıqlıq verə bilər. Plus bunun əlavə olaraq bu həm də bir dəqiqə bunu göstərim. Bu həm də 90 dərəcə çevrilə bilir. Yəni hər hansı bir görüntü varsa bu şəkildə də baxa bilərsiniz. Buna pivot deyirlər. Aşağı yuxarı qalxır. Bu yumru nə üçündür? Ha, elə fırlan. Bundan daha çox fırlanacaq. Bu yəni hələ satışa 2-3 ay sonra çıxacaq. Bu daha da yaxşı çevrilmə mini kompüterdir. Bunun özəlliyi nədir? 2 dənə bunun LAN portu var. Plus kifayət qədər bunun USB-ləri var. 4 dənə USB-si var. Həm HDMI ilə qoşulur, həm DisplayPort ilə qoşulur. Kensington portu var. Yəni kifayət qədər yaxşı bir mini PC-dir. Sonra burada Acer'in yeni başladığı professional monitor seriyasıdır. Elə adı da elə gedir. Procreation seriyası. Bunun özəlliyi nədir? Deməli 27'liyi 4K dəstək, 5K dəstəkləyir. Yəni çox nadir monitorlar var ki 5K dəstəyi var. Yəni razılaşması 5K-dır, yəni çözümlüyü. Və üstə gəl 400-lük. Yəni bu parametr hamısı bir yerdə çox nadir monitorlarda var. Üstə gəl bu hətta 8 megapiksellik kamerası var. 8 megapiksellik kamerada çox nadir monitorlarda olur. Plus 4K çəkilişi var. 4K video çəkir. 4K auto framing. Type-C-dən zərətqə verir. Şarj eləmək olar notebookları və ya hansı bir avadanlıqları. 2 dənə HDMI var, DisplayPort var, USB 2.2 var. Yəni burada yaradıcılıqla məşğul ola bilərik. Bəli, bəli. Bu isə çox nadir bir variantdır. Çünki 6K dəstəkləyən monitor demək olar ki, yoxdur. Yəni barmaqla 1-2 model 6K. Televizor neçə-K'dır? 8K televizorlar var, ancaq adətən hal-hazırda 4K. Ən çox satılan 4K. Bu 6K-dır. 4K UHD gedir də. Bu gəl burada bir şey barmaq eləyik də buna. Bu hər ikisi də taçdır. Hər ikisi də taçdır. Plus bunun nə özəlliyi var? Bunun da peni var, prosta ondan indi götürdülər. Seçək məsələn belə. Qalınlaşdı da. Qalınlaşdı. Bu indi oldu normal. Amma onu vururuq belə. Gəlin Acer'in xəttinə dəyməyək. Yaşıl rəngdə yazaq. Salam. Anın birinci düzdür belə yazdıq. Salam. Yaxşı alınmadı. Yox, xoşum gəlmədi bu ya. Gəlin dəyişək bu şeyi. Şrifti. Dəyişək. Yəni bu şrifti dəyişək. Buradan birisini seçək müəllim. Gəlin buradan brush seçək. Nə oldu bu brush nazik oldu və qalın brush seçək. Gəlin watercolor. Watercolor seçdik. Sulu boya. Və yazaq. Salam, elə həminkindən oldu. O sulu boyadır, ona görə. Salam. Yağlı boya deyil axı. Yağlı boya imkanımız çatmadı. Salam. Baku. Al sana. Gözəl, gözəl. Acer'in rənglərində. Ən böyük özəlliyi bunun portları, bunun 6K olmağı, yəni çox nadir monitor. Ən böyük özəlliyi touch belə deyil ki. Üstə gəl bunun kamerası. Ultrakan, multrakan nə deyirsiniz? deyirsiniz? Belə elədiniz, işləyirsiniz də, dizayner rahat oturub işləyə bilir. Yəni hər monitorda bu cür funksiyalar yox. Müəllim burada. Burada yeni Acer'in yeni planşetləridir. Bu boyda planşet yekə. Bəli, bəli. Ən böyük özəlliyi hər planşet OLED-lə olmur. Yəni OLED ekranda demək ki, bunun rənglərin çaları zəngindir. Üstə gəl. Bu 1 TB SD kart dəstəkləyir. Üstə gəl 8 GB RAM, 256
daimi yaddaş, Bluetooth 5.4, yəni bunlar hamısı gözəl özəlliklərdir. Alvener prosesor və bunun özünün, yəni ayaqda durmaq üçün stəndi var. Yəni hər avadanlıqda bu yoxdur. Bu da bir əlavə özəlliyidir. Qəşəng. Böyük variantları da var. Sonra 14-lük digər bir bizim planşetimiz deyilənə görə, yəni trend 14-16-lığa doğru gedir planşetlərdə və çəkisi də çox hündürdür. Sana qeyd edeyim. Çəkisi çox hündürdür və bunlar maqnezium, alüminium qatışığından hazırlanmış məhsuldur. Bu bizim yeni 1 kilodan aşağı olan notebookumuz. Ya burada bir dənə nəsə var axı belə, nədir? Bu 16-lıq. Hə, bu 16-lığıdır. 16 variantıdır. Bu da çox yüngüldür. Bu da maqnezium, alüminium. Yəni bunlar deyir ki, madam ki, uşaqlarımız bütün günü nəyisə baxır, qoy böyük monitora baxsın, gözləri kör olmasın. Düz başa düşün. Əla, əla. Burada müxtəlif aksesuarlardır, şəbəkə. Routerımızdır. Wi-Fi 7 dəstəkli bu bizim 15.1-də belə dangle hub'ımızdır. Burada bütün portlar var da. Sonra bu bayaqki tabdır, başqa versiyasıdır. Bu bizim yeni bir avadanlığımızdır. Bu mobil interneti Wi-Fi vasitəsilə paylayır. Bunu tezdən başla.